Əziz tamaşaçılar, keçid alaq bizim növbəti səhnəciyimizə. Növbəti səhnəcik çox sadə adlanır. Burada əyləşənlərin 90% bu məkanda olublar. Olmayanlara da arzu eləyik, qismət olsunlar. Birbaşa subaylarla bağlı. Bu şəhərdə şadlıq evi. Zevçilik, yaman zevçilik. O qiymətlər qalxanı lap, toylar da azalıb. Ay kişi. Ha, Tuvalet aşağıdadır, birinci mərtəbədə. nə talet? Talet nədir? Bezdirmisiniz daha bizi. Uşağa xeyir iş eləmək istəyirəm. Gəlmişəm sizin şadlıq sarayında. Hoş gəlmişsən Sağ ol. Ağsaqqal, hoş gəlmişsən. Qiymətlərlə maraqlanım. görüm, Əcəb nədir? eləmişsən, Nədir, düz neçə? ünvandasan. Nə Hə. qiymət, nə qiymət, nə qiymət. Sən günümü, tarixi təyin elə. Sonra qısalaşarıq. Belə baxanda günün mənim üçün heç bir fərqi yoxdur. Hə. Ucuzlu hansıdır onu denən görüm. Ucuzu deyəndə ki, Ağsaqqal, 5-6 bazardan əlimiz. Birinci ya da ikinci gün, əla gündür. Düzdür, o vaxt yəni qonaqlar biraz gecikirlər toya. Yəni probka, iş adamları, yəni bir balaca qarışıqlıq oldu, amma əvvəl axıl gəlib çıxırlar toya. Ay, Sən mən fərqi yoxdur. Mənim qohum-ağrabam hamısı yetim, yesiz, işsiz, gücsüz adamlardır. Fərqi yoxdur. Sən maddə görüm o neçədir. ay Ağsaqqal, sən başıma dönüm. Adamın bir neçə. Ha, neyinirsən sən qiyməti, sən toyuvu elə. Sonra haqq hesablaşarıq da, necədir? Ya, gəl burada şərti şunda kəsək ki, xırmanda yaviyi sənin qarnına soxmuyor. Yaxşı, yaxşı. De görüm nə neçədir. Deməli bizdə qiymətlər başlayır Ağsaqqal. Aha. 200 manatdan 400 manatı kimi. O 400 manata bütün toyun raskodur yoxsa? Yox, adamın biri 200 manatdan 400 manatı kimi. Adamın biri 200 manata 10 kilo et alıp yemiyorlar. 10 kilo bir adam et yese onda partlamaya düşüp öler. Yok bunun altından ben çıkabilmem. Ged 10 çok kilo. bana başa gelir o yok. 10 kilo et al toy belə də. Yedim ben video size. Ağsaqqal! Ha. Gəl. Xeyir işə gəlmirsən, gəl otur. Gəl otur. Hara qaçırsan sən qiyməti eşidən kimi. O elə belə yazılı bura. Elə mi? Hə, bir ortaq məxrici gələcək də səndən də. Necədir? Yaxşıdır. Hə, de görüm, sənin təklifin nədir? Bax, mən fərqi yoxdur. Toy haçan olacaq. Deməli, zatda Martda arvadın ili çıxır, uşağın nənəsinin, arvadımın. Deməli, hardasa avqustda eləyək. Menü. Menü bax burada. Budur. Bütün çeşitlər orada yazılıb. Sən de görüm nə istəyəcəksən, nə eləyəcəyik. Açmışam dəftəri. Xeyri olsun yazıram. Sağ ol. Xeyri olsun. Burada yazıbsan ikra, Xeyri qara, olsun. qırmızı, yaşıl. Yaşıl ikra hansıdır bala? Yaşıl elə qara ikra idi, xarab olub. Sən ikra yiyənə oxşamırsan, ikranın başını bırak. Lap yaxşı. İkra, qara, qırmızı, yaşıl bunların hamısını yığışdır. Sonra balıq asartı yazıbsan bura. Sobada balıq, təndirdə balıq, tavada balıq, setkada balıq, bir stəkan qatıq. Yazıram hamısını. Bir stəkan qatıq. Qatıq balığın hansı növdür? Qatıq nədir yazıbsan bura? Qatıq straxovka. Biz balıq yiyən müştərilərimizə hər ehtimalə qarşı bir stəkan qatıq veririk. Aha. Bu balıqların hamısını təntənli şəkildə yığışdırırsan. Nə danışsan ay kişi? Qatığı saxla. Qatıq bizdə pulsuz deyə. Söyüq qəlyanaltılar. Töyük, bujanina, paşet, veçina, dil, yenə balıq. Yazıram. Bu söyüq qəlyanaltı nə deməkdir? Xalodnu? Azərbaycanda zakuska. Ay, sağ ol. Yazdım hamısını. Deyən görüm, onsuz da qaryaçı yarım saatdən sonra olacaq xalodnu. Soyub olacaq. Onda sən bunların hamısını yığışdır. Pendir asorti yazıbsan. Holland, motal, qoyun, sulguni. Deyən görüm, belə baxanda ağartlardan qatıq götürmüşük. Qatıq varımızda. Ona görə də bunları da rədd elə hamısını.
Sonra yazıbsan buraya. Yaz yadından çıxmasın. Pomidor, xiyar, keşniş, şüyüd, soğan, tərə, dağ keşnişi. Aha, hamısını bir yazılsın ki, çox görsənsin. Yaxşı, deməli belə, qatıq var. Ha. Qatıqla da oradan... buradan qalsın ancaq xiyar. Çünki qatıqla xiyar yaxşı gedir. Yaz qadan qalın, yaz. Qatıq, xiyar. Deməli, qatıq var, xiyar var. Yeməyimizin demək olar ki, 80% düzəlib. Yaxşı. Sonra, isti yeməklər yazmışsan. Yenə balıq, sənin zatına nəhlət balıq yiyəsi. Restoranın adı Balıq Palası da. Sən də. Yaxşı. Balıq, kebab, balıq lülə, tikə, lülə, bastırma, julyon, kartof lüləsi, bildirçin kebabı, şahpulov. Ne yazın bura? Bu kebablardan saxlayırsan lülüyü tikiyi. Neyi? Lülüyü tikiyi yazırsan, saxla orada. Lülüt ki. Lülə tikədən yeməksən geç. Normal denəndə. Lülüyü tikiyi saxlayırsan, qalanı lazım deyil. Bir də bu şah pulovunu nökər pulovunla əvəz eləmək olar. Ucuz olsun. Ağsaqa, sən buranın ünvanı kim verib? Bana. Nökər pulov olur. Onda belə elə, pulovu bir porsiya artırırsan, ancaq bənlə gəlinin qabağına. O sarsaq gədə oyuna gəlsin, pulun şirinliğini alsın, çıxsın, geçsin. Sarsaq gədə kimdir? Rəqqas billəmdə onu sonra. Sonra içkilər, araq, viski, konyak, tekilla, pivə. Bunun hərəsindən adam bir qurtun vursa, mındar olub qalır yerində. Viski, çivas, 18. Sizin viski bizim gəlindən qocadır ki. Baş oğlum, bizdə oğlan tərəfi şəkərdir, qız tərəfi də hamısı təzyiqdən qırılır. Odur ki, içkinin hamısını yığışdırırsan, bunlara verirsən ancaq zat. Su. Deməli, oğlan evi Yesuntükü 4, qız evi Yesuntükü 17. Necədir? Saxla, Yesuntükü 4-17 nədir? Səysən başın xarab olur. Nə deyək bəs? Su dedim. Mən şey bilmirəm, butulkanın üstündə adı olmayan su. Krant suyu. Atan rəhmətli, doldurursan krafinkalara qoyursan stolun üstünə. Xiyardan sonra krant suyu. Sən yaz. Tetraskrin də yazıram. O bizdən olmayacaq, ha, pulunu verməyəcək, sotasan mı? Yox, Şahlıq Sarayın hesabına. Sonra salatlar, paytaxt. Paytaxt bu nədir, stalişni? Bunu öz dilimizdə yaz stalişnidən, ha. Mimoza, kövelək, töyök, yunan, çoban, salat. Uje xiyar götürmüşük. Tak ki bunlar heç bir lazım deyil. Sonra turşu asorti, limon, ağ zeytun, qara zeytun, kövelək, pomidor, xiyar, kələm turşusu. Bunun tərkibini də ayrı-ayrı yazaydın da, su, sirkə, lavrov, lis, istiyot falan, elə yazımızda çox görsənsin. Ayrı yazı. Bunların hamısını yığışdır, bu ijok verir, lazım deyil. Başın ağrısı. Un məmulatları, qara çörək, ağ çörək, bilincik, ət bilincik, pendir bilincik, lavaş, fransız çörəyi. Yox, İtalyan ferməşili. Sən bız qoymağa gəlmişsən, yox toy eləməyə. Bir dənə ağ çörək saxla, o da gördüyünən ki toydan qalıbsa, o qırıq-qırıq nə varsa onu qoysun onun üstünə. Desert, meyvə. Ananas, yəni siz meyvə sayılmır, eləmi? Tak, ləpə, qoz, fındıq, badam, püstə. Bunlar qalsın, amma meyvələri qonaqlara verirsən, ləpiyi də bir pors bənə gəlini qabağına qoyursan. Amma ləpəni dənə-dənə sayacam. Meyvəni də doğrayıb gətirəndən sonra yığacam bir yerə, görüm hamısı oradadır, yoxsa yox. Sonra ləpəni də onu da dedim, hamısını oradan... Yaxşı, burada yazılıb, restoran müğənni 500 manat. Bax, onu çıxart, onun yerinə stalişli salat ver. Ama bizim toyda bir nəfər tanımış müğənni olsun, qadan qalın. Olacaq. Olacaq? Kim olacaq? Aygün Kasımova 10.000. Necədir? Toyun rasxodunu o bağlayır hamısını. Hələ yox, yarım saat 10.000'dir. Yox, bax, sonra kim var? Təklif edirəm, Eltonu çağıra, bütün toyu, əşək də toy aparır, 10.000. Yaxşı qiymətdir. 10.000? Gəlinin cərzəyisini o alır. İstədim. Yox. Yaxşı deyil, niyə? Sən gəl əvvəla bunların hamısını bir vapşi hesabla görüm nə qədər eləyir. Adam burada hesablayıb. Qatıq. Xiyar.
Xiyar 5 hərfdir, nə qədər tıkıldadın sən? Hesablayıram da. Lülütçi, Aha, ləpi, aha, kran suyu. aha. Heç də. Havayı, adam başı 45 manat. Hamısı daxil. Necədir? Hamısı daxil. Qudama zəng eləyim. Niyə zəng eləyirsən? Alo. Sənə mən Hə, salam Quda, buradayım, bir restorandayım. Hə, gəlmişəm danışmağa. 45 dedin, canım, elə mi? Gəlmişəm danışmağa. Hə. Açı, Hə. gəlin maşını lazım deyil. Bir dəqiqədən. Ha? Gəlin Gəlin maşını. Yox, yox, gəlin elə üzbəüz binada qalır. Düşər aşağı, hopana keçərlər yolu bir tərəf. Hə, buradayım, restorandayım. Şadlıq sarayını bəzəmək lazımdır. Bir dəqiqədən. Bəzəmək? Hə. Yox, xalça az, arxasında pambıqla yaz, toyunuz mübarək. Ha. Aha. Açı. Ha. Ha, bir dəqiqədən yığaram səni. Ha. Bir imkan ver bu milyonu qutaraq sonra zəng elə de, də burada. de. Sevincək oldun deyə Ha, sənə. de. Tort verməyəcəksən cəmaata. Neçədir? Deməli 5 mərtəbəli tort 2000-dir. 15 mərtəbəli Navastroka tortu 5000-dir. Necədir? Sizdə müşvəqabatda yarım sot adında tort yoxdur ki. Var. 150 manat azada belə. Çay içəcəksən? Çay? Neçə? 5 manat. Yox, su var da lazım deyil. Çay, su var. Sonra? Kondisioner 800 manat. Niyə belə baha? Hə, yayın cırhacırında toy eləyirsən avqust ayında. Kondisioner də olmasın. Arvad da ölməyə vaxt tapdı. Saat ölsəydi, iyində toy eləyərdik. Nə qaraq? Neysə. Sonra? Aha. Toy çəkmək lazımdır. Neçə? 10.000. Niyə belə baha? 10 kameradır. 4 dənə giraskuter, sonra dron, kamikadze, harop. Bunlar havayı deyil ki. Sən ora 2 dənə İskəndər, 4 dənə də S-400 əlavə elə. İskəndər. Sən nəyə yazırsan? Mən oğluma toy elərim, qız evinə müharibəyə hazırlaşmıram. Bak ki, bunlar kameradır ya hamısı. Çox bahadır, 1000 manatsızda bir şey yoxdur. 1000 manat ha? Hə. Afisantlara deyərik, telefonu çəkərlər toyumuzu. Onu qohmaqla özü çəkəcək, lazımdır. Yaxşı, 3 dənə kameraya 10.000 manat verərsən. Dar şey. Yazdım. Ha. Sonra belgenin dalınca 3'lük. Klarnet, nağara, karmon. Neçə? Deyən burada neydi? 600 manat. 600 manat. Bir de gəlin neçəci mərtəbədə qalır? Niyə soruşursan ki? Hər mərtəbəsi 20 manat. Mən gəlinə deyərəm, özü düşər 1-ci mərtəbəyə. Sonra? Gəlin paltarı 2000 manat. Lazımdır, prakata götürərik. Prakatın qiyməti 2000 deylə. Bahadır. Bəy kostyumu O neçə? 2000 manat. Niyə belə baha deyə bunların hamısı? Süper kostyumdur. Görsən ürəyin gedər. Deyəm bir dənə. Orada birinci mərtəbədə toy gedir. Bu bəy oğlanı qulağımdan tut qaldır yuxarı. Qulağımdan tutmaya zarafat eləyirəm. Əlindən tut qaldır yuxarı. Hədən 5 dəqiqəli işim var. Oldu, davay. Sonra? Sonra davam eləyək. Deməli, Sonra nə var orada? deməli, Ucuzlu, ucuzlu nə deyirsən? Toyun deməli göz dəyməsin 500 manat üzərlik. Dən görün. Onu sonra dərsən. Bax. Belə bax kostyum budur. olacaq. Yox, elə kostyum budur. Bu kostyum? Get Bala, Allah səni xoşbəxt eləsin. Kostyum qarışıq. Lazım deyil. Mənim özümün məktəb kostyumum qalıb, onu geyinərsən. Yaxşı. Nə derdin? Deməli, toyumuza göz dəyməsin deyənə göz mıncığı 500 manat. Göz mıncığı deyənə üzərlik. Xiyarla qatığın nəyinə göz dəyəcək? Sonra? Onu da düz deyirsən. Sonra burada 500 manat da istəmişsiniz. İstəmirlər elə. Amma qadan qalım. Sonra, bizim bir dəqiqə deyəm. Sonra nə var? Bu 500 manatla rədd elədik. Toyda oxuyan Əli Mirəliyev 1000 manat. Lazım deyil, oxumasın. 1000 manat verir ki, oxumasın. Yoxsa naqlı girib oxuyacaq ha. Yaxşı, onda oxusun. Yaxşı sənətkar, qoy oxusun. Sonra aparıcı. Kim olacaq? Rafael'lə Coşkun. Neçə? 20.000 manat. 20.000 manatım olsa verərəm, o Mr. Bean gəlib elə toy aparar. Nə eləmək o Coşkunu? Lazım deyil. Mən başa düşmədim. Bu nə məsələdir canım? Bu kimdir? Bu Bu nə məsələdir? Mən 5 dənə toy oxumuşam. Yox, bir dəqiqə, yox, sən saxla bir dəqiqə. 5 dənə toy oxumuşam, hələ
işçilerim gelip pulu vermirsen sen istemiyorsun. Az Gel pul burada söhbət razborka okuyor. Az ha? ben söz için toy tuturam. Bu kimdir? Bu nece Bu toydu ki bu bizim- havayı pulsuz bu- toydu? Bu kimdi canım? Bu bizim Kitayski Aygun'dur. A klasdır. Ben- Veya sen Staniçli'ye değişti. Ne değil? Ne klas? A klas. Ha, sesi de Ben o görün bu şimdi. kimdi böyle canım? Ha. Aksaka. Hele Diye sen toylamaya gelirsen bir daha canım. oku, bir daha oku. Ay sen Diğer Ben hele yok. olayır sahnedi. Bak. Sanki Everest. Bak, Ben görsen- olayır zirvedi. Az yaş. Çok ağrın avurates. Ada. Yaş. Sen- Yazırım. Kalsın. Bu Kalsın. evlendir yoksa oğlu evlendir. Kim evlendir canım? Toy tuttum sen için. Pulunu indiden verin. Sonra verelim. Daha Pulunu beni indiden de, ver deyirəm. pulumu Kulak ver. as. Bu müğenniler de ne heyatsız olur deyirəm. O hamısı yok. O stalistini çıkart. Bunu sal onun yerine. Bu Ferruh'tu nedir? Peki qalsın Staniçli mahiyyəti nədir ki? Yok onu çıkart bu Ferruh'tu nedir bu kalsın. Fərruh deyil adını, Gürruhdur. Her nesi bildi kalsın. Kalsın. Gürruh. Hə. İndi maya bunların hamısını bir yerde hesapla görüm. Ne kadar elədi? Bak bu pazlarla, əlavə pazlarla. Əlavə nə pazımız olub ki? Hesablayıram. Qatıq, Qatıq, xiyar, xiyar, lülütki, lülütki, ləpi, ləpi, hambal plovu. yox, krant suyu, Aha. Fərruh, Gürruh. Aha. Heç nə, bax şəffaf gözümün qabağında hesabladım hamısını. Nə qədər? 85 manat. Oradan 5 Havayı. manatta çıkıdırsan olur. Ne 80 bana. çıkıdırsan sen 80 la- bana. 80 bana. Allah hayır versin. Koy kutuya sen gelim. Bu əvvəl işləməyib görsən administrat. Alo. Ha, ben bir de salam öyle Ben sen yarım çıkal söhbet. Buradayım restorandayım. Ha kıymet danışmaya geldim. Danıştım. Ha? Canım kutusu sen değerlerden hamısını çıkarttın bir tane hıyar kaldı orada. Ha. Bak bilmirsen bunlar her şeyi yavaş yavaş adama soktururlar. He. Canın için diyelim. Bak senin canına and olsun diyelim. Güçle ta oradan buradan danıştık 95 manata razılaştım. Nə? Ne değil? Sizin Ha, qudalığınızı... ben ölüm. Ha, sen verene şükür. Ha, bunu geçen vakit ben niye salmışsan çöllere? Ha, öpürəm ey səni. Öpürəm. Asaka neyniyib, behləşək? Əlim ver. Kudam dedi ki, Ha. toy moy lazım diyor. Niyə? Gel gelini kaçırt. 2 haftadan sonra özümüz oturak ye içe güya barıştık. Canı güçü. Bəs lülütki, qatıq xiyarı... Zaten talet hardadır burada. Bizdə tualet yoxdur, gel Hə. cəhənnəm ol. Yaxşı, Basmayla! Yaxşı. Sağ, vaxtını alın. Sən bir dayan məni dinlə, qiymətlərdə qalxıb silə, göz yaşımız dönüb selə, indi günahına səndədir, nə məndə, bala gedə, bunu da sən bir al qeydə, qalxıb dəyər hər bir şeydə, indi günahına səndədir, nə məndə, çörək balıq, unda qətdə, göyərti, meyvə həmdə, bahalaşıb yağda ətdə, indi günahına səndədir, nə məndə, xatırladım bir də bunu, qalxıb bizdə işıq pulu, bahalaşıb suyun pubu, indi günah nə səndədir, nə məndə, indi günah nə səndədir, nə məndə. Qalxıb toyuq, qalxıb quzu, qaldırıblar hətta duzu, yox bərəkət, yoxdur uzu, indi günah nə səndədir, nə məndəm, vaxt var idi şəllənərdik, 5-3 minə toy edərdik, yeyib içib əylənərdik, indi günah nə səndədir, nə məndəm, aya 500 qazanardıq, adam kimi dolanardıq, 5-10 minə ev alardıq, indi günah nə sizdədir, nə bizdə, sənə deyim mən bu dəmdə, maaşlarda hər bir kəsdə, artıq qalxıb vergi həm də,
sizdədir, nə bizdə. İndi günah nə sizdədir, nə bizdə. Elə bilir mən kefimdən qaldırıram qiymətləri. Alo, mənə indi xəbər elədilər ki, bu ikinci mərtəbədəki toyda onların bu ərəb qonaqları tualetdəki, ayaq yolundakı unitazları qırıblar. Niyə? Aziyatsk eləyiblər. Niyə? Unitaz haramdır. Ərəblər deyir. Qızıl təyyarədə uçmaq haramdır. Sonra qızların başına 500.000 dollar tökmək haramdır. Evdə şirə ceyran əti vermək haramdır. Unitaz haramdır. Belə eləyirsən. Unitazın birində qız evinə, birində oğlan evinə yazırsan, qoy qonaqlarının əziyyətini çəksinlər. Oldu? Necədir, necədir? Əla. Dəvə, getdin. Harama, haramla halalı bilən olublar. Gəl görə, kimdir orada? Gəl. Ya Allah. Salam bacıoğlu. Əleyk salam. Cəmi subaylar üçün olsun, mən uşaqlara toy eləmək istəyirəm. Necə bilirsən, Sizin bu restoranda. Xoşbəxt olsunlar neçə nəfər, həftənin neçənci günü. Təbii ki, bazar günü olsun. Qiymətlər bizdə 200 manatdan 400 manata kimidir? 400 manatlıq menini mənim qonaqlarımın şoferlərinə verərsən. Müəllim. Şofer? Bəli. Sizə Mən dövlət məmuruyam, dövlət qulluqçusuyam. Ona görə də biraz biz bilirsiniz də, cənab prezident deyib ki, məmurlar qudurmasınlar. Bəli. Mən də ona görə istəyirəm ki, bizim toy belə də dəbdəbəli keçməsin cəmaatın gözündə. Yox, Bəli. hər şey qaydasında olsun. Yəni, bütün təmtaraxı ilə. Amma qıraqdan baxanda toy oxşamalıdır. Bu 400-500 manatlıq kasıb toyları olur. Bax, onlar olur. Ona görə də nə edirik? Deməli, toyun əvvəlində qudalara söz veriləndə mən çıxıb nitq söyləməliyəm, deməliyəm ki, hörmətli qonaqlar, xoş gəlibsiniz. Mən bilirəm ki, siz də kasıbsınız mənim kimi. Ona görə də toyu pulsuz eləyirəm. Bankdan kredit götürmüşəm, sonra yavaş-yavaş özümü ödəyəcəyəm. Sonra bilirəm ki, hamınız kasıbsınız, toya maşınsız gəlibsiniz. Ona görə də çalışacağım ki, toy maksimum 12-nin yarısında bitsin ki, hamınız metro ilə evə gedə biləsiniz. Sonra şəkil çəkdirməyə heç kəs ayrı şəkil çəkdirib izafə xərc eləməsin. Fotoqraf çağırmışıq. Saat 10-da hamınız restoranın fayesinə düşürsünüz və kollektiv bir şəkil çəkdirir. Sonra mən onu WhatsApp-la sizə göndərəcəyim. Necədir? Əla, gözəl nitqiniz var, sizə qurban olaram. Çox sağ olun. Gəlin buradan oturun. Yox, mən həmişə yerimi bilən adam olmuşam. Buyurun, buyurun, əyləşin. Deməli, o nədən başlayırıq? Nədən Sizin başlayırıq? o restoranın üstündə nə yazıbsınız? Balıq palas. Onu bir günlük pulunu ödəyəcəm, dəyişdirib eləyirsiniz Palatka Palas. Soruşmaq ayıb olmasın, niyə? Çünki mən istəmirəm, bayaq dedim axı, bu bəzi səviyyəsiz jurnalistlər, bəzi saytlar, onların səviyyəsiz redaktorları yazsınlar ki, dəbdəbəli toy keçibdir, məmurlar qudurubdular, dövlətin malını mənimsiyirlər, cəmaat acından ölən bir dövrdə uşaqlarına 10-15 milyonluq toy eləyirlər. Mən bunu istəmirəm, onlar yazsınlar. Aydındır mı? Ağsaqqal, bizdə amma çox məmur balalardan toy olub 3 milyon, 4 milyon hesab ödəyiblər. Heç kimin də xəbəri olmayıb. Pacıoğlu, o sənə elə gəlir. Hətta o toya bəylə gəlinin taksidə gəlməyin də mən bilirəm. Taksidə nə olubdu? Rolls Royce'un taksi. Odur ki, dəbdəbəli toy olmasın. Amma hər şey yüksək səviyyədə olmalı. Biz yemək-içmək elə fırlatmalıyıq ki,
Gözə girməyək. Ört bastır. Bəli, bəli. Mən sizi çox gözəl başa düşdüm. Üzr istəyirəm, sizin yanınızda otururam. Buyurun. Üzr istəyirəm. Deməli neyik? Ya saqqal. Qara ikranı birinçikin içində veririk. Sadə birinçik kimi. Şor birinçiki. Sonra qırmızı ikranı balığın içində ləvəngin kimi. Yox, yox. Qara ekranı toyuğun içində ləvəngi kimi verirsiniz, çox olsun. Toyuğun içində. Yaxşı. Asetrini, dahi. asetrini. Lülə kimi verirsiniz. Bir də ki, bu şuba salatının içindən bu silotkanı çıxardırsınız, onun yerinə mavi tuna balığı verirsiniz. Mavi tuna. Dəqiq mavi rəngdədir də tuna. Yes. Tuna. Ha, sonra qızıl balığı naqqa balığın içində veririk. Necədir? Əla. Əla. Sonra? brazilski steyki qara çörək kimi verək stola. O da ki, Bəyənilsin. aşın qazmaq kimi. Olsun, olsun. Sonra trüfeli kələmlə qatırıq. Sadə belə kənd toylarında olur. O cür bir salat kimi verir. Olsun. Sonra canım sizə desin kutab. Kutabın içində isə nə? Omar, kalmar, bir də ki krab. Amma üstü örtülü. Əla, əla. Keçək içkilərə. 1960-cı ilin Bordo çaxırını vişne şirəsinin qabının içində verək. Olsun. İtalyansk çaxırı isə heyva kompotu kimi. Necədir, necədir? Olar, olar. Sonra bu dişovi meyvələr var, almadır, armuddur, nə bilim bu. Bunları afisantlar aparırlar doğramağa, qaytaranda onun yerinə mango, marakuya, nə bilim ananas, egzotik meyvələrdən versinlər. Marakuya, Aha. marakuya. Google-da yazarsan çıxacaq. narahat. Yazdım, çıxmadı. Yox, çıxdı. Sonra. Sonra. Sonra müğənnilər. Aha. Mən deyərdim ki, Abbasdır, Tünzalədir, Mananadır, afisant geyimində olsunlar. Bilinməsin. Yox, onları şveysar paltarı geyindirirsən, qapı açıb bağlasınlar. Yaxşı. Baş afisant olacaqdı Eyyub Yaqubov. Natiq ritm qrupu da o xırda-mırda afisant. Əla, əla. Administrator olacaq Sərdar Ortaç. Administrator. Bəli. Toy belə olardı. Marakuya, arakuya yox, yazdınız. Aha, sonra Tarkan olacaq. Olacaq. Tarkanı güya bəyin əmisi qumarda udubdu. Aha, Elə yazırsan. yazdım. Sonra Sonra sən özün mən özüm qonaqların adın mənim əmim oğlu, mənim sinif yoldaşım kimi çıxış eləyirsən. mən. Bəli, deyirsən ki, güya sən Mən Valeri Meladze ilə İbrahim Tatlısəsi hədiyyə gətirmisən, duet oxusunlar. orada. həbib dost olaraq. Bəli, dost olaraq. Əla, əla. Sonra bu Nigar Camaldır, sonra hissiyatdır. His. Bilmirəm, uşaqlar istəyiblər, mən tanımıram. Sonra bu kimdir? O Mir Yusif? Mir Yusif. Hə. Bunlar güya mənim qonaqlarımın şoferləridir. Aha. Sadəcə istedadları var, oxuyurlar. Hə də şənlikdir də. Hamı Bəli. azad oxuya bilər, oynaya Bəli. bilər. Sonra hadisəni bilirsiniz neyini? Aha. Qoy aşçıqardan olsun, özü də aşpaz geyimində. Olsun, olsun, Bizim işçi kimi. olsun, olsun, olsun. Rüyə də deyərik ki, gəlsin yarım saat oxusun, sonra desin ki, oy mamıçqa, zalı səhv salmış. Aygün Kazımova. Aygün Kazımov olacaq. Aygün Kazımova olacaq, amma güya gəlinin dayısı arvadıdır. Əlində güzgü ilə şamla çıxacaq. Əla. Çox üzr istəyirəm, mənə zəng gəlir, səsiniz Buyurun. gəlməsin. Buyurun. Bəli. Bəli. Marakuya. Bəli. Çox üzr istəyirəm, bilmək olar niyə? Sağ olun. Yenə Arakuya yazıb. Burada tupoy bazı. Arakuya yox, Marakuya. Mən də bilmirəm. Asakal. Gəl otur. Nəsə olub? Nəsə olub deyəndə ki, mənə zəng gəldi, dedilər, məni işdən çıxardıbdılar.
Ne ediblər? İşten çıkardıptılar. İşdən çıxardıblar. Bugün mənim qabağıma kim çıxıb? Niye bazı olur? Niye hele değilsin? Atmen də ya. Durma, ne atmayın, əksinə. Adam mən mamur deyiləm, qonaqlar olduğu kimi, yeməklər olduğu kimi, müğənniləri də eləmi ki, olduğu kimi da. Bəs Mənim vəzifəmi alıblar, pulumu almayıbdılar. Yaz. Çox üzr istəyirəm, qudam zəng gelir. buyurun. Bəli, quda. Hələ? Hərf deyirəm. Mırakuya. Mənə də çaşdı. Marakuya. Bəli, Asakal. Nəsə olub? Qudamdır, deyir. Mənə elə gəlir ki, uşaqların xasiyyəti tutmayacaqdı. Gəlin üzüyü qaytarırıq. Nə gündə? Bu nə gün? İndi nə olur? Modda sana deyəsən. Dostlarım, kollegalarım, nazir kollegalarım, qohumlar, hamısı yazırlar ki, toya gələ bilməyəcəyik. Biri deyir, yaşımız düşür, biri deyir, xaricdə olacam, biri deyir, burada olmayacam, biri... Bunlar nəsə işləri çıxıbdı hamısının. Asakal. Hə cəmaatı göndərmişəm bazara. Marakuya, arakuya, trakuya, hamısını almağa. Vallahi, gətirsən, almağa.